Salam əzləyicilər, Binəqədi rayonu Biləcəri qəsəbəsi 1 may küçəsində Sokar Petrolun yaxınlığında, hansı ki 20 yanvar Xırdalan dairəsindən 20 yanvara gedən yolun üzərində. Ümumi sahəsi 6 sotdan ibarət olan belə bir ümumi sahəsi var. 6 sotdan ibarətdir. 3 dənə obyekti var. Bayra baxır, plus qarajı, həyətində sanitar qovşağı, qazanxanası. Burada bağıdır belə və həyətində manqalxanasıdır. Qanuni bələdiyyə sənətidir. İcranın və toxunulmazlığı var, hər bir şey. İcradan peçatı var. Arxasına keçməyə yeri, manqalı, bağı, belə bir həyəti var. Obyektlər də şölədir, obyektləri sonunda çəkəcəm. Belə balkon hissəsidir. Belə bir evdir. Bura evimizin foyesidir. Burada belə bir foyesi var. Bura qonaq otağıdır, foyedir. Və evin böyük qonaq otağı buradadır. Pəncərələrin hamısı öz həyətinə baxır. Yer parket döşəmədir, şəxsi tikili evdir. Yəni, qapılar da maşallah əladır. Əlavə qonaq otağıdır burada da bir dənə. Böydə. İkinci mərtəbə çıxmağa yerdir. Burada şkaflardır. Evin sanitar qovşağıdır. Qapılar çox ağırdır. Burada bir dənə belə sanitar qovşağıdır. İndi evin damlama sistemi falan olub, sözü söküblər. Çıxaq yuxarı mərtəbəyə. Belə bir parket döşəmə və yuxarıdan bir dənə belə böyük koridoru var. İndi neçə otaqdan ibarətdir, hamısını izah edəcəm. Burada bir yataq otağıdır. Pəncərələri həyətinə baxır. Burada da bir yataq otağıdır. 5 dənə yataq otağıdır, göründüyü kimi. Bir dənə də böyük yataq otağı buradadır. Və bir yataq otağı da böyük buradadır. Çox geniş yataq otaqlarıdır. Və bir otaq da buradadır. Pəncərələri həyətə baxır. Çox gözəl bir evdir. Şirin aşağı obyektləri çəkəcəm və mətbəxi çəkəcəm və evin mətbəxini çəkəcəm. Belə bir geniş mətbəxi var. Evin obyektlərini də çəkeyim, evin qiymətini sizə vurğulayacağım. Burada həmən evin qarajı, bir obyekt, 2 obyekt, 3 obyekt. Düzdür, obyektə girə bilmədim sizlə, bu ikisinə girdim. Evin qiyməti 400 minə deyilir. Real alıcıya gözəl bir endirim olunacaq.